Son şərtində deyilir ki, fx xətti funksiyadır, f3 bərabərdir 10 və f2 bərabərdir 8 olarsa f1-i tapın. Demək, gördüyünüz kimi fx xətti funksiyadır və əgər fx xətti funksiyadırsa, biz bilməliyik ki, k və b istənilən ədədlər olmaqla belə bir bərabərlik doğrudur. Demək, fx bərabərdir kx üstə gəlinsin b. Demək, gəlin xatırlayaq, k düz xəttin bucaq əmsalı, x funksiyanın arqumenti, b düz xəttin ordinat oxu ilə kəsmə nöqtəsinin ordinatı, fx isə funksiya adlanır. Demək, son şərtində deyilir ki, f3 10-a bərabərdir və f2 də 8-ə bərabərdir. f3 bərabərdir 10 bərabərliyi o deməkdir ki, arqumentin 3 qiymətində, yəni x-in 3 qiymətində funksiya 10-a bərabər olmuşdur və f2 bərabərdir 8 bərabərliyi də o deməkdir ki, x-in 2 qiymətində funksiya 8-ə bərabər olmuşdur. O zaman biz nəzərə alsaq ki, funksiyamız bu şəkildədir və yeri gəlmişkən buna düz xəttin bucaq əmsalı tənliyi deyilir. Bu bərabərlikdə x-in yerinə 3 yazsaq, fx funksiyası 10-a bərabər olacaqdır. O zaman yazaq 3k üstə gəlinsin b bərabərdir 10 və x-in yerinə 2 yazdıqda funksiya 8-ə bərabər olacaqdır. Gəlin yazaq, olacaq belə. 2k üstə gəlinsin b bərabərdir 8. Deməli, gördüyünüz kimi belə bir iki məhsullu, iki xəttli tənişlər sistemi aldıq. Və biz nəzəriyyədən bilirik ki, iki məhsullu, iki xəttli tənişlər sisteminin həll edilməsinin 3 üsulu var. Birinci üsul cəbri toplama üsuludur, hansı ki biz hal-hazırda ondan istifadə edəcəyik. İkinci üsul əvəz etmə üsuludur. Üçüncü üsul isə determinantlar üsulu və yaxud Kramer qaydasıdır. Deməli, gördüyünüz kimi hər iki tənlikdə B toplananı mövcuddur və təbii ki biz bu hər iki tənlikdəki B toplananı yox etməliyik və bu məqsədlə gəlin ikinci tənlikdə bərabərliyin hər iki tərəfini mənfi 1-ə vuraq. Olacaq mənfi 2k çıxılsın b bərabərdir mənfi 8. Və bu iki tənliyi hədd və hədd toplasaq, gördüyünüz kimi b və mənfi b əks ədədlər olduqlarına görə cəmi 0 olacaq. 3k çıxılsın 2k eləyir k, k bərabərdir 10 çıxılsın 8, 2. Demək, biz bu tənliklər sistemindən k-nın 2 olduğunu tapdıq. K-nın 2 qiymətini bu iki tənlikdən istənilən birində nəzərə alıb b-ni tapa bilərik. Baxın, k-nın 2 qiymətinin birinci tənlikdə yerinə qoyaq. Olacaq belə. Demək, 6 üstə gəlinsin b bərabərdir 4, daha doğrusu 10 və buradan demək b-nin 4 olduğunu taparıq. b bərabərdir 4. Demək ki, k 2-yə bərabərdir, b də 4-ə bərabərdir. O zaman bizim fx funksiyamız 2x üstə gəlsin 4 şəklində olacaqdır. Və son şərtində bizdən f1-i soruşur. f1-i tapmaq üçün də bu funksiyada arqumentin, yəni x-in yerinə 1 yazmalıyıq. Olacaq belə. f1 bərabərdir 2 vurulsun 1 üstə gəlsin 4. Bu da eləyəcək 6. Cavab olacaq deməli 6.